Davam edək Cənubi Amerika haqqında demək. Cənubi Amerikanın indi ucqar nöqtələrinə baxırıq. Şimalda nə deyəcək? Galinias burnu, cənubda Froet burnudur. Şərqində deyəcək Cabo Branco burnu, qərbində isə Parinias burnu yerləşir. Bunu da yenə ölkələrinə baxaq. Bunu belə yadda saxlaya bilərsiniz. Galinias Q hərfinə, yəni qarşılıqlı samitindən K hərfinə başlayan Kolumbiya dövlətində yerləşəcəkdir. Parinias elə P hərfindən başlayan Peru dövlətində yerləşəcəkdir. Cabo Branco B hərfindən, Branco'nun B-sindən Braziliyanı yadda saxlaya bilərsiniz. Cənubundakı Froet isə Çili dövlətinin ərazisinə düşür. Bunun adları Parinias, Galinias bunlar bir-birinə çox yaxındır. Bunlar çox adam qarışdırır. Galinias şimalda olandır, Kolumbiya dövlətinin ərazisinə düşdü. Parinias isə qərbində olan oldu. Bu isə Peru dövlətinin ərazisinə düşmüş oldu. Cabo Branco dedik. Branco Braziliya B hərflərini yadda saxlayacaq şərqindədir. Froet bunu isə sadəcə cənubunda yerləşmiş olacaqdır. Burada bir dənə də Horn burnu da var. Horn burnu isə adada yerləşən ən ucqar cənub nöqtəsi olacaqdır. Amma biz demişik adaları nəzərə almırıq. Burada Odlu torpaq adası var. Cənubi Amerikanın ən cənubunda yerləşən nöqtə əslində Horn burnudur. Burada da qeyd olundu. Amma o adada yerləşir. Amma biz əsasən hansı ucqar nöqtəni götürəcəyik? Froet burnunu qeyd edəcəyik. Bunu dedik, bu da Kordilyer dağları kimi Sakit Okean Odlu həlqəsinin bir hissəsi olacaqdır və Ant dağları da bilirik ki, nədən yaranmışdır? Nazca tavasından Cənubi Amerika tavasının toqquşmasına yaradı. Bu Sakit Okeandan Şimali Amerika tavası idi. Burada başqa bir tava yox idi, amma bu Sakit Okean görmürdü. Bunu dəfələrlə demişik. Bu da belə Nazca tavası ilə Cənubi Amerika tavası toqquşur və burada subduksiya olur və nəticədə burada Çili novu, Peru novu əmələ gəlirdi və burada dağlar, quruda sıra dağlar, Ant dağları əmələ gəldi və burada olan fəaliyyətdə olan vulkanlar da yenə qeyd edə bilərik. Bu günlərin öyrəndiklərimiz hansılardır? Ruiz idi, Cotopaxi, Chimborazo, San Pedro, Llullaillaco, Ojos del Salado kimi vulkanları deyə bilərik. Bu da Ruiz Ekvadordan şimaldaydı. Bir daha xatırlayaq. Cotopaxi, Chimborazo isə nə idi? Sönmüşdür. Bu da dünyada ən hündürdə yerləşən sönmüş vulkan hesab olunacaqdır. Ant dağları Kordillerdən daha çox məsafədə uzanır. Şimaldan cənuba doğru 9000 km məsafədə uzanır. Şimali Amerikada Kordiller deyəndə demişik bu 7000 km şimaldan cənuba doğru uzanacaqdır. Davam edirik indi. Burada bəzi xüsusi relyef formaları var. Gəlin onlara baxaq. Birinci gəlir nə? Altiplan. Bunlar uyğunlaşdırma kimi düşür. Yəni altiplanoya aid olan seçin. Sonra burada Tepuy var. Bir dənə də deyəcək Kəlləqənd olacaqdır. Bunlar hamısı hər üçü Tepuy, Kəlləqənd, bir də ki altiplano. Hər üçü Cənubi Amerikada yerləşən relyef formaları olacaqdır. Bir də bunlara aid olan xüsusiyyətləri bir-bir əzbərləyək, yadda saxlayaq ki, uyğunlaşdırmada düşəndə aid etməyi bacarır. Bu ifadə yazır ki, 20 dərəcə cənub enliyi boyunca sıra dağları demək geniş məsafədə uzanır və həmin hissədə platolar olacaqdır. Bu platolardan biri altiplanodur. Altiplano yerləşir harda? İki ölkədə deyəcək, Boliviya ilə Çilinin sərhədində yerləşir. Eyni zamanda deyir ki, burada quraqlığa davamlı bitkilər olacaqdır. Bu yəni, təxminən 20 dərəcə cənub enliyi buradadır, təxminən bu hissədə yerləşəcəkdir. Deyir ki, Boliviya ilə Perunun arasında yerləşir. Bu hissəsi Ant dağlarının bu hissəsi enlidir deyə. Yəni, burada qərbdən şərqə doğru geniş bir məsafədə uzanır. Və bu hissədə deyəcək ki, nədir? Bu altiplano kimi relyef formalarına daha çox rast gəlinəcəkdir. Yəni düzən relyef formasıdır və bura quraqlıq olacaq və quraqlığa davamlı bitkilərə burada daha çox rast gələcək. Səbəbi nədir? Çünki bu dağların mərkəzi hissəsində yerləşir deyə bunun kənarında olan hündür dağ silsilələri rütubətli havanın, buludların içəriyə daxil olmasına icazə vermir və nəticədə bu ortada qaldığına görə bir qədər quraq relyef yaranır və burada dediyi kimi bu formada kserofit bitkilər, yəni quraqlığa davamlı bitkilərə daha çox rast gələcək. Səbəb nə oldu? Yəni dağ arası mövqeyə malik olduğuna görə buludlar ora daxil ola bilmir və nəticədə quraq bir relyef, quraq bir iqlim şəraiti yaranmış oldu. Demək, harda oldu? Adı altiplano oldu. Harda oldu? 20 dərəcə cənub enliyi boyunca ərazidə yerləşir. Ölkə olaraq Boliviyanın Çilinin sərhədində olur. İqlimi necə oldu? Deyir ki, quraq iqlimə malikdir, quraqlığa davamlıdır. Səbəbi isə nə oldu? Dağların arasında yerləşdiyinə görə. Sonra davam edirik. Ən hündür zirvəsini demədiniz. Aconcagua zirvəsi Ant dağlarının eyni zamanda Cənubi Amerikanın ən hündür zirvəsidir. Bəli, 6960-dır. Amma ən alçaq nöqtə hansı idi? Kim yadında qalıbdır? Mənfi neçə metrlə ən alçaq nöqtə? 42. Mənfi 42 neydi? Valdes çökəliyi idi. Bəli, Valdes yarımadasında yerləşən orada Salinas Chicas gölü var ki, həmin o Salinas Chicas gölünün səviyyəsi mənfi 42 metrlə Cənubi Amerikanın ən alçaq nöqtəsi sayılır.
Sonra burada dünyanın en hündür fəaliyyətdə olan vulkanı yerləşəcək. Yuliya-Lyakudu 6723 metrlə. Chimborazo isə demiş ki, en hündür sönmüş vulkan sayılacaqdır. Sonra Mis qurşağı. Bu yadınızdadsa demişdik, Qalay Wolfram qurşağı var idi. Qalay Wolfram qurşağı harda idi? Kim deyər? Qalay Wolfram qurşağı Asiyanın cənub-şərqi Asiya. O region adı nə oldu? Qalay Wolfram qurşağı. Burada isə dedik ki, Mis qurşağı. Mis qurşağı iki yerdə yerləşəcəkdir. Birində Afrikanın keçidində deyəcək. Amma ən əsas Mis qurşağı burada Ant dağlarıdır. Ant sözün mənası da elə ümumiyyətlə Mis deməkdir. Ant dağları bəli, mis ehtiyatı ilə zəngin olacaq. Burada hansı ölkələrdə mis daha çox çıxarılır? Çilini qeyd edəcək. Çili və Peru kimi, eyni zamanda Boliviyada əsas deyə bilər. Amma ən çox Çili və Peru kimi dövlətlərdən bu mis daha çox çıxarılmış olacaqdır. Sonra yenə bunun şərqinə doğru gəldikcə Ant dağları artıq baxırıq ki, rənglərdə də görürsünüz. Tünd qəhvəyi rəng, yaşıl və sarı rənglərlə əvəz olunur. Burada artıq hündürlüyün azaldığını göstərir. Yəni dağlar yenə nə ilə əvəz olunur, nə ilə dəyişir, düzənglərdən əvəz olunur. Buranın əsas ovalıqlarını qeyd edəcək. Hansılardır? Orinoco ovalığı, Amazon ovalığı, La Plata ovalığı. Yaylalar deyəcək hansılar? Gviana yaylası, Braziliya yaylası, bir də Patagoniya yaylasını deyəcək. Yəni 3 dənə əsas ovalığı var, 3 dənə də yaylası olacaq. Orinoco, Amazon və La Plata nə oldu? Ovalıqlardır. Gviana, Braziliya, Patagoniya isə bunun əsas yaylaları hesab olunacaqdır. Demək, yenə burada başqa bir relyef, altiplanlar dediyi isə Tepuy deyəcək. Tepuy da yenə hansına aid oldu? Cənubi Amerikaya aid olan bir relyef forması olacaqdır. Bu yerləşir harada? Bayaq dedik yayla, Gviana yaylası, məhz burada yerləşir. Bunun formasına baxırıq ki, necədir? Masaya bənzər bir səthə malik olacaqdır. Yəni üstü adi dağ zirvəsi kimi deyil, bir qədər masavari formaya malikdir. Yəni səthi düz olan bir relyef forması olacaqdır. Və bunun da üzərində çaylar düşür aşağı və nəticədə nə əmələ gəlir? Şəlalə əmələ gəlir. Misal üçün Angel şəlaləsi bilirik ki, dünyanın ən hündür şəlaləsidir, 1054 metrlə. Və bu da bu Tepuylərdən birinin üzərindən yuxarıdan aşağı düşür. Bu ümumiyyətlə burada çaylar çox axır deyə hansı aşınma növü olar burada? Kim deyər? Hansı aşınma növü olur? Çaylarda rütbəlidir. Kimya aşımı olacaq bəli. Çaylar olan yerdə aşınma növü olaraq kimya aşımı olur. Amma bura quraqlıqda deyə daha çox fizik aşınma deyə bilərik. Amma Tepuylərdə aşınma növü olaraq kimya aşınma olacaqdır. Yəni bunun xüsusiyyəti necə oldu? Yerləşdiyi ərazi Gviana yayləsidir. Ölkə olaraq Venezuela ölkəsini öyrəndik. Orada yerləşirdi. Ant dağlarında ölkə isə Peru, Boliviya və Çili sərhədində demişdik. Bu onun iqlimi necədir? Quraq idi. Bu isə iqlimi deyici ki, rütbətlidir və buradan çaylar çox keçir. Nəticədə şəlalələr yaradır və eyni zamanda aşınma növü olaraq kimyəvi aşınmaya burada daha çox rast gələ bilər. Digər isə deyəcək nədir? Kəllə-qənd olacaqdır. Kəllə-qənd isə harda yerləşir? Bu səfər Kəllə-qənddən Braziliya yayləsində yerləşəcək. Yəqin o İsa Peyğəmbərin məşhur heykəlini görmüsünüz, qolları açıq formada dayanır. Məhz o Tepuylər, daha doğrusu Kəllə-qəndin üzərində dayanmış olur həmin o heykəl. Kəllə-qənd bu formada bir relyef forması olacaqdır. Braziliya yayləsində bir çıxıntılar kimi bu formada səthə çıxır. Biz bunu Kəllə-qənd adlandırırıq. Hündürlük təxminən 300 metrə qədər olacaqdır. Demək, ölkə olaraq bu hansı ölkədə yerləşir? Elə Braziliya dövlətində yerləşir. Braziliya yayləsi və Braziliya dövlətinin ərazisində yerləşir. Burada deyək, kanatlar bu formada hər iki Tepuyunu birləşdirirlər. Kanatlar vasitəsilə turizm məqsədilə burada Kəllə-qənddən istifadə olunacaqdır. Başqa nə qaldı dediyimiz, demədiyimiz? Dəmir filiz, ümumiyyətlə neft qaz, eyni zamanda faydalı qazıntılardan deyirik ki, neft qaz burada Orinoco balığından daha çox çıxarılır. Burada Karib dənizi sahilində ölkə olaraq Venezuelanı qeyd edə bilərik. Burada Maracaibo gölü də var. Ümumiyyətlə neft ehtiyatına görə olduqca zəngin ölkə sayılır bu Venezuela. Səbəb nədir? O balıqlardan bilirik ki, çökmə suxurlar zəngin olur və burada o balıqlardan çökmə mərkəzi suxurlardan, faydalı qazıntılardan olan neft qaz daha çox çıxarılır. Amma dəmir filizi hardan çıxarılacaq? Daha çox yaylalardan çıxarılır. Yaylalardan Braziliya yayləsi xüsusən deyirik ki, Braziliya yayləsindən daha çox dəmir filizi çıxarılır. Mis qurşağı isə bayaq da dedik ki, haraydı? Ant dağlarıdır və Ant dağlarına daha çox mis ehtiyatı ilə zəngin olacaqdır. Patagoniya yayləsi qaldı. Patagoniya yayləsi bir qədər cənuba doğru gəldikdə deyir, Ant dağlarının hündürlüyü azalır və hündürlüyü bir qədər az olan Patagoniya yaylasından əvəz olunur. Patagoniyanın da yenə iqlimi quraq olacaqdır və kəskin parçalanmış iqlimə malik olacaqdır, relyefə malik olacaqdır. Səbəbi iqlimin quraq olması ilə əlaqədardır. Sonra Patagoniyanı da dedik. Dərsimiz bunlardır.
Cənubi Amerika, bir də Şimali Amerika.